Salam hər kəs, Saspayta xoş gəldiniz. Sonunda yenə həyəcanlanacağımız bir döyüş gecəsi baş tutacaq. Videonun əsas məqsədi Michael Chandler ilə Paddy Pimblett, Volkanovski ilə Lopez döyüşünü dərindən araşdırıb döyüş təxmini eləməkdir. UFC 314 kartı Çempionlar Liqası kimi bir şeydir. Main kartda bir dənə maraqsız döyüş yoxdur. Kartda açılışı Jon Jones'u adi insan kimi göstərən adam Dominic Reyes eləyəcək. Reyes'in təşkilatında Tofiq Musayevə məğlub olan Patrick Pitbull döyüşəcək və son iki döyüş isə hər kəsə məlum olan Michael Chandler vs Paddy və kəmər qarşılaşması Volkanovski ilə Lopez döyüşü olacaq. İlk olaraq gecənin əsas döyüşü Volkanovski ilə Lopez haqqında danışacağıq. Döyüşçülərin avantajları və dezavantajlarından danışaq deyəcəm, ancaq mənə görə Volkanovskinin heç bir dezavantajı yox. Boyunun qısa olmasına baxmayaraq, bunun dezavantajını yaşamayan az sayda döyüşçülərdəndir. Avantajları isə saymaqla bitməz. İlk olaraq döyüş ağlı çox üstündür. Döyüşün içində plana sadiq qalır. Dıxaniya, sürət, güləş, bir sözlə nə desəm var. Diego Lopez iri adamdır. Məncə daha yuxarı çəkidə olsa daha uğurlu ola bilər. Ən böyük avantajı fikrimcə əllərinin ağır olmasıdır. İkilinin qarşılaşmasını təxmin eləyək. Doğrusu prime vaxtındakı Volkanovski olsaydı düşünmədən Alex tutacaq deyərdim. Amma indi isə biraz araşdırmaq lazımdır. Alex son iki döyüşünü məğlub olub və təəssüf ki, nokaut olub. İslam Makhaçevlə romanşda nokaut olması fikrimcə verilən səhv qərarın nəticəsi idi. Çünki döyüş təşkil olunmamışdı və Volk hazırlıqsız idi. Topuria isə məncə ayrı səviyyədir. O adam heç vaxt nokaut olmayan Max Holloway belə nokaut eləmişdi. Lopez son dəfə 2024 sentyabrda Brian Ortega ilə 3 raundluq döyüşün xal hesabı ilə qalib tərəfi ola bilib. Ortega ilə Volkanovski də qarşılaşıb. 5 raundluq döyüşdə qalib tərəf Alex olub. Lopez'in fikrimcə ən böyük dezavantajı Dıxaniya ola bilər. Çünki Volkanovski üçün 5 raund vuruşmaq çox adi bir şeydir. Lopez üçünsə eynisini demək olmur. Yəni xal hesabı ilə bitən döyüşdə fikrimcə üstün tərəf Alex Volkanovski olacaq. Arda-arda 2 dəfə nokaut olduğuna görə Lopez'dən bitiriş gələ bilər, amma Alex məsafəsini çox yaxşı qoruyur. Mən bu ikilidən yerdə bitiriş gözləmirəm. Məncə bu döyüş böyük ehtimalla xal hesabı ilə Alex Volkanovskinin qələbəsi ilə bitəcək. İndi keçək bizim çılğın ikilimizə. Chandler və Paddy haqda danışaq. Döyüşçülərin avantaj və dezavantajlarına baxası olsaq, Chandler'in döyüş ağlı yoxdur. Loru dildə desək dəli kimidir. Boyu qısadır və grapplingi zəifdir. Avantajları ayaqlarda da, əllərdə də güclü zərbələr çıxara bilir. Dıxaniyası güclüdür və Paddy'yə nisbətən daha sürətlidir. Paddy'nin dezavantajlarına baxsaq, çox yuxarı çəkidən düşür deyə sürəti azdır. Avantajları isə boynun hündür olmağı, ayaq üstə də aktiv döyüşməyi, grapplinginin isə ortalamadan yuxarı olmasıdır. Döyüşün təxmini barədə deyə bilərəm ki, xal hesabı ilə bitən bir qarşılaşmada üstün tərəf Paddy olacaq. Paddy döyüş oyununu Michael Chandler'ı yerdə bitirmək üzərinə qursa, məncə uğurlu olar. Çünki Chandler'la ayaq üstə qalmaq təhlükəli ola bilər. Çünki Chandler aktiv tərəf olacaq. Rəqibinə nisbətən çox təcrübəli, elit idmançılarla qarşılaşmasının verdiyi rahatlıqla hücuma keçəcək və qeyri-standart döyüşçüyünə görə nə edəcəyini başa düşmək olmur. Çünki Chandler'ın özü də nə zaman nə edəcəyini bilmir. Amma Paddy döyüşü yerdə idarə edib submission axtarsa, məncə qazana bilər. Ümumi götürsək, Chandler Paddy'ni yormağa çalışaraq üstünlük götürə bilər. Bizim fikirlərimiz bu qədər. Kupon yazıb yandırsaz bizi axtarmayın. Necə deyərlər, hər qoyun öz ayağından asılar. Belə. Növbəti videolarda görüşənədək salamat qalın.